Əziz abituriyentlər, mən bugün sizə dim toplu birinci hissədən Nəcəf bəy mətnin izahını verəcəm. Deməli, mətni oxumuram. Hər halda dim toplu testini işləyən hər bir kəs bu mətni oxuyubdur. Yəni, mətni özünüz oxuyub, vaxt getməsin deyə mətni özünüz oxuyub, sonra sualların izahlarla tanış ola bilərsiniz. Deməli, baxırıq birinci suala. Mətndə əsas fikrə uyğundur. Yəni, mətndəki əsas fikrə nə uyğundur? Əsl hünər bolluq içində səbr etməkdir. Ümumiyyətcə düzdür, bu cümlə düzgün bir cümlədir, düzgün işlənib. Sadəcə olaraq mətnə uyğun deyil, ona görə bunu götürmürük. Böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər. Böyük şəxsiyyətləri böyük millətlər yetişdirə bilər. Ancaq burada bu ifadədə mətnə uyğun deyil. Burada böyük şəxsiyyətdən, böyük millətdən söhbət açılmır. Öz dar günündə belə başqalarının rifahını, şadlığını düşünmək əsl insanlıq nümunəsidir. Bəli, bu da kimlə danışılır? Həsən bəydən, Mirzə Fətəli Axundovdan, deməli 3. Sonra insan xoş günündə daha çox yaxınlarını xatırlayır. Bu da düzdür. Yəni, bu ümumiyyətcə ifadədə bu anlamda düzdür. Sadəcə olaraq bu mətnə uyğun deyil. Bunu götürmürük. Əsl mübarizələri sərt qayalar belə sındıra bilməz. Bəli, burada Həsən bəyin Mirzə Fətəli Axundovun mübarizəsindən danışılır. 3-dən 5 mətnə uyğundur. Mətnə əsasən plan ardıcılığını müəyyən edin. Görək mətnə əsasən plan ardıcılığı necə gedir? Deməli, məşhur komediya ustadının xatırlanması, müəllimin tələbələrini görməsi, tələbələrin xoş məramı, gənc nəslə tövsiyə, Nəcəfin qərarı. Deməli, birinci nə ilə başlayır? Birinci müəllimin tələbələrini görməsi. Yəni, tələbələri müəllimi görməyə gəlir mətnin başlığında və cümlə ondan başlayır. Biri, deməli, 2, tələbələrin müəllimi görməyi, sonra burada tələbələrin xoş məramı yox, tələbələr görüşür, sonra müəllim tələbələrini görür. Deməli, birinci tələbələrin xoş məramı, tələbələri müəllimi görməyə gəlir. Deməli, 3, sonra müəllimin tələbələrini görməyi 2, sonra məşhur komediya ustasının xatırlanması, orada məşhur komediya ustadını xatırlayırlar. Orada məşhur komediya ustadı kim idi? Mirzə Fətəli Axundovu xatırlayırlar burada. Məşhur komediya ustadının xatırlanması 1. Sonra gənc nəslə tövsiyə, Həsən bəy gənc nəslə tövsiyə verir. Sonra da ən axırda, deməli, ən axırda da Nəcəf bəy, ən axırda qərarı, Nəcəf bəy qərara gəlir. Ən axırda da Nəcəf bəyin qərarı 3, 2, 1, 4. Deməli, 82 olacaq Y variantı. Sonra keçirik Y. Sonra Albert Camus'un dünyadakı bir çox pisliklər cəhalətdən doğar deyimi ilə neçənci abzaslarda ifadə olunan fikirləri qüvvətləndirmək olar. Yəni, görək bu hansı abzaslara uyğun gəlir. Baxaq birinci abzasa. Burada bu, deməli, Nəcəf bəy xəstələnmişdi. 5-ci gün idi. Gimnazistlər onun yoxluğunu artıq duyurdular. Burada tam düşməyibdi deyə mətn mən burada tam oxuya bilmirəm. Amma burada düzgün cavab 3-cü və 4-cü abzaslardadır. Baxın, 3-cü abzas buradadır. Nəcəf və Rəhim 2 saata qədər Həsən bəyin qəbulunda oldular. Həsən bəy xalqın vəziyyətindən can yanğısı ilə söhbət açırdı. Yəni, xalqın vəziyyəti necə idi? Yəni, xalqın vəziyyəti ümumiyyətcə mədəni gerilik var idi. Xalqın vəziyyətində gerilik var idi. Yəni, xalqın vəziyyətində deyilsə, burada da cəhalətdən deyirsə, o gerilikdən danışdığına görə birinci, deməli, 3-cü abzasdadır. Sonra 4-cü abzasa baxaq. 4-cü abzasda buradadır. Deməli, xalqın saadəti və ziyalarımız məhrumiyyətlərə məruz qalmışdılar. Bir o belə də divardan asılmış şəkli. Xalqın saadəti ziyalarımız məhrumiyyətə məruz qalmışdılar. PDF-də sol tərəf düşməyib. Yəni, bunu da misal göstərmək olar. Görürsünüz, 4-cü abzasda məhrumiyyətlərə məruz qalıblar. Xalqın rifahından can yanğısı ilə söhbət açır. Bu hamısı nədən elə gəlir? Xalqın cahilliyi ilə. Deməli, təbii ki, xalqın bütün hər biri cahil deyil. Yəni, bir qismi cahil xalqımızın cahilliyi ilə, yəni xalqımızın bir qisminin cahilliyi ilə söhbət açır. Deməli, burada gördüyünüz kimi can
yanıq-yanıq söhbət açır və həmin o orada xalqın problemlərini üzə çıxardır və burada da xalqın səadəti uğrunda məhrumiyyətlərə dözən ziyalılarımız, yəni ziyalılarımız nəyə görə məhrumiyyətlərə dözmüşdü? Həmin o xalqımızda olan problemlərə əsaslanaraq, yəni xalqımızda olan problemləri qabardırdılar, üzə çıxarırdılar. Ona görə 3 ilə 4, 83-də A. Sonra keçək o birisinə. Mətnə əsasən, mətn və Eyler-Veyn diaqramında əsaslanmaqla yeri dəyişdirilməli olan fikirləri müəyyən edin. Baxaq görək. Deməli, bilirsiniz ki, birinci hissə bura Həsən bəyə aiddir, ikinci hissə Mirzə Fətəli Axundova və ortadakı da hər ikisinə. Mətanətli olduğu dilə gətirilir, duyğulu anlar yaşayır. Mətanətli olduğu dilə gətirilir, nəyin, hansı hissənin yeri dəyişdirilməlidir? Hansı hissənin yeri dəyişdirilməlidir? Mətanətli olduğu dilə gətirilir və duyğulu anlar yaşayır. 2. Deməli, duyğulu anlar yaşayır, düzdür, Həsən bəyə bu aiddir. Ətrafında ona çətinlik törədən adamlar olub. Bu da düzdür, hər ikisinin ətrafında ona çətinlik törədən adamlar olubdur. Bir sıra insanlar tərəfindən ona məhəbbət bəslənir. Bu da düzdür, hər ikisinə məhəbbət bəslənir. Və pedaqoji fəaliyyətlə məşğul olur. Pedaqoji fəaliyyətlə məşğul olan Həsən bəydir. Həsən bəy müəllim idi. Yəni, müəllimlik fəaliyyəti ilə pedaqoji fəaliyyət məşğul olan Həsən bəy idi. Deməli, Həsən bəy pedaqoji fəaliyyətlə məşğul olur. Deməli, 1 ilə 5-in yeri dəyişdirilməli idi. Mətanətli olduğu da dilə gətirilir. Yəni, Həsən bəy Mirzə Fətəli Axundov haqqında danışılır. Mətanətli olduğu dilə gətirilir. Deməli, bura 1, bura 5 yazılmalı idi. 85. Cədvəldəki doğru fikirləri müəyyən edin. Deməli, burada bu cavab oldu 1, 5. 85. Sonra cədvəldəki doğru fikirləri müəyyən edin. Mətnə görə ehtimal etmək olar. Mətnə görə faktlar. Ehtimal nədir? Ehtimal odur ki, yəni sən həmin, məsələn, baxın, burada sağda faktlar yazılıb. Ona biz indi baxacağıq.